Salam əziz tamaşaçılar. Kuklaxananın yeni bölümünə xoş gəlmisiniz. Necəsiz? Mən yaxşıyam, siz necəsiz? Yaxşıyıq Tərlanəmi? Yaxşı olasan. Sən səs və nə olub ay Mürsəl? Mən xəstələnmişəm biraz. Doğrudan, mən də xəstələnmişəm. Doğrudan. Hə, siz keçən dəfə məni əsəbləşdirdiniz, pis uşaq oldunuz, mən əsəbləşdim. Ha Tərlanəmi sən də boş yemirsən. Ey. Elə sözlər demək olmaz axı. Adın nədir sənin? Dumbi. Hə, Dumbi, elə sözlər demirik. Yaxşı. Tərlanəmi? Haycan. Dumbinin adını niyə yadında saxlamırsan ki? Qəribə adı var, ona görə. B12 əksikdir Tərlanəmi. Yox. ADHD-si var bəlkə? Prost 2 nə bilim, yadımda qalmır da, çətin adı var. Ronaldinho'dan ki asandır. Ronaldinho bilinen adı da, məşhur adı da ona görə. Tərləmi, Haycan, bir şey demək istəyirəm. buyur. Mən artıq impotent oldum. O nə deməkdir ki? Olmaz, olmaz. yəni Ronaldinho. Olmaz. tut. Yox. Olmur uje. Olmaz. Tərlanəmi? Haycan. Yaman halsızsan, mən pis oldum. Eybi yoxdur Mürsən. Bəlkə bu gün dağılışaq? Yox. Mürsən. Gəlin Yox, bir gəlsən nağıl danışacağım. Ay Mürsə, nə olub? Təzə başlamışıq. Yenə Görmüsən, səsi pisdir də. Ronaldinho elə sözlər demədi. Nə Görsən dedim məni mən? düşünür. Görsən düşüncəli insandır. Tərlanəmi, bu arada Hindistanda Nipah virusu diye bir şey başlıyor. mən də eşitmişdim Mürsə. Görəsən Nipaha yaxalanmamışıq. Bəlkə İnşallah elə oldu. şey olmayıb. Yox, inşallah o deyil. Tərlan məndim. Hə, Haycan. Tərlanəmi? Haycan. Bu saxa-saxda nəyə durub gəldin bə xəstə? Bəs axı mən sizə Yenə özün nağıldan, saat mən sizə getdi. çox istəyirəm axı. Ona görə. Tərlanəmi, Haycan. Hindistan barəsində nə düşünürsən? Hindistan Girdin mi barəsində Hindistana? Hindistan maraqlı ölkədir. Amma Hə. indi hal-hazırda məncə o qədər də yaxşı vəziyyətdə deyil. Niyə ay Tərlanəmi? Sən yenə irqçilik eləyirsən? Yox, iksiri eləmirəm. Bəs Sadəcə neynirsən? orada indi sizə izah eləyim onu, yoxsa Elə. orada elə Bax belə şeylər edirsiniz, birdən sabah bir gün viza verməzlər ha bizə bunlara baxarlar. Hindistana. Yox, bizə. Tərlanəmi deyəsən keçən dəfə iynəvi vurublar deyə öz fabırla aparsan ha. Ronaldinho, bir dənə Mürsəl baş aşağı sal. Yəni heç nə yox da. Neynəmək? Ronaldinho, sənə danışmayıblar, özündən böyüklərlə necə danışmaq lazımdır. Tərlanəmi, sizin neçə yaşınız var ki? Dərisinin atası var Olur, ki. ona söz deyirsən, ayıb olsun. Yox, çıxan dəfə süd almağa gedib gəlməyib day. Sənin neçə yaşın var, Ronaldinho? Deməyəcəm. Niyə demirsən ki? Çünki nə vaxt deyirəm pis söz deyirsən. Nəsə deyən, Yox. o deyəndə həmişə nəsə Sən indi, mən kim deyirdi, bu deyirdi. Sən demə. 20. Assalam. Mürsəl. Ayıb olsun. Mənim sizə biraz, keçən mənim sizə biraz qəzəbli davranmışam. Bağışlayın məni uşaqlar. Mən həqiqətən çox pis oldum. Sonra baxdım o görüntülərə. İnsanlar da yazmışlar. adamı belə eləyirlər bax. Keçən dəfə pis oldum həqiqətən ki, sizə gərək elə eləməzdim. Getdin yeyə qaydırsan Tərlan. Mürsəl, sən axı niyə belə davranırsan? Tərlanəmi, Haycan. nə bilim, biraz erköyün olmuşam da mən ona görə. Nə olub? Ronaldinho ilə məktəbin arxasında gedib siqaret çəkmirsiniz? Tərlanəmi, niyə mənə eləyişirsiniz? Bax Sən görürsünüz, tərbiyəsiz uşaqsan çünki. mən bölümə başlayandan Aha, özümə söz verdim ki, aha. bir kobud söz deməyəcəm. Amma məcbur eləyirsiniz ki, ağzınıza ondan sonra da düzələsiniz. Elə sözlər demə. Nə dedim Sən mən? o elə sözlərdə qulaq asma. Sən yəqin ki elə şeylərdən pozursan. Ayıb olsun sən Ronaldinho. Ayıb. Nəysə, ayıb olsun demək Tərləmi. istəyirəm. Haycan. Bir dənə pingvin var. Hə. Danışdı o barədə. Pingvinə. O pingvin köhnə pingvindir O əslində. pingvinin Köhnə pingvinlər. Hə, 7 il əvvəlin O görüntülərdir. pingvinin Tərləmi, nəsil nəcabətini, Niyə? nəsil nəcabətini, sözlər nə deyirəm demirəm ki, də. dayan da bir. Yox da nə? Nəsil nəcabətini ziyarət eləyək. Aha. Bəlkə onda dincələr. Yox, özdəki o pingvin prostu Çıxıb başqa getdi bir, də yəni. başqa bir yerə getdi yəni. Niyə bu qədər danışıldı, mən də bilmirəm. Özü halal olsun. Bizdəki markaları gördünüz Tərlanəmi. Tez pingvin şəkli nəsə paylaşdılar. Dahidirlər, dahidirlər. Ya marketolog yığını. Real time marketing. Yamandılar. Ey. Elə söz demə çünki birini demirəm. Hə, bəs həmin o marketoloqlara nə tövsiyə edirsiniz? Məsələn, gəlib bizim verilişə sponsor olsunlar. Əvvəlcə onu deyim ki, izləyicilərimiz abunə olsunlar. Aha. Onlar da özü bilər.
Yamansan ha Mürsə. Onda hansısa biriniz deyin də bunu. Əl üstə eləyin. Mən gələmirəm axı ora. Mən də ora gəlmirəm. Görərsən. Eynisin. Tərlan abi, sən çox tərbiyəsizsən. Mənim adım çıxıb. Yox, mən istəyirəm əl üstə eləsinlər, almadı da, neyiniyim indi? Yaxşı, ikimiz əl üstə eləyin. Başqa şey üçün oldu. Ronaldinho, sən denən. Nə deyim? Denən ki, girib bizə abunə olsunlar. Ora girir. Girib bizə abunə olun. Yox da, elə yox da, biraz yaradıcı ol da Ronaldinho. Sən özdəki... Ey, tərbiyyən olsun. Nə dərd edin Mürsə? Sən niyə qoşulmursan bizə? Hə? Mənim yerim biraz rahat deyil. Bir yox da, hiss edirəm. Yaman narahatdır özdə. Allah səni Mən qoymursan axı tərəfə gedim. Bu tərəfə hara gedərsən? Dumbi, bir dənə 10. Gəl qoy. Ayıb olsun. Yox. Sözə qulaq as. Adın neydi sənin? Adımdan Ayıb olsun.